Neyniyəsən, necə eləyəsən, problemlər, sıxıntılar. Üzr istəyirəm cənab. Bir dəqiqə olar. Buyurun. Bayaqdan sizi müşahidə edirəm. Siz böyük təşviş və sıxıntı içindəsiniz. Sizdə xroniki stressin əlamətlərini görürəm. Siz bunu necə müşahidə etdiniz? Çünki mən psixoloqam, insanlarda olan problemləri araşdırıb, onları düzgün diaqnoz qoyub müalicə edirəm. Çox doğru vurğulayırsınız. Mən hətta Siz söyləmədən mən deyim, sizdə hətta distemiyanın əlamətləri var. Bütün günü fikir çəkirsiniz, stres içindəsiniz, ruh halı pozuntularınız var. çox doğru vurğulayırsınız. İnanırsınız ailə daxili problemlər, maddi sıxıntılar hamısı üst-üstə gəlib. Bilmirəm nə edeyim, necə eləyim. Bunlar axı çox kiçik problemlərdir. Gəlin mənlə ofisimizə yaxınlaşaq, sizi qeydiyyata salım. Bir neçə seansdan sonra özünüz dəyişimi hiss eləyəcəksiniz. Əlbəttə ki, çox sağ olun. Mən də sizin seanslarınızdan yararlanmaq istəyərəm. O qapıya yaxınlaşın, mən də gəlirəm indi. Aha, baş üstə, baş üstə. Çox sağ olun. Alo, birini bişirdim, gəlir indi içəri. Qarşılayın, mən də gəlirəm.